Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində Savxoz ərazisində 218 nömrəli məktəb arxa asfalt yolundan 84 nömrəli bağça yolundan 50 metr məsafədə 2 sota yaxın sizin üçün qubçalı, paket qubça, torpağın da qubçası, evin də qubçası olan bir 3 otağın təqdimatını aparacağım. Hal-hazırda evimizin mətbəxindəyəm. Gördüyünüz kimi qəşəng geniş mətbəxdir. Mətbəx mebelimiz təzə yığılıbdır, değerli dostlarımız. Qaz, işıq, suyumuz daimdir. Su da, yəni suyun da sayğacı var, değerli izləyicilərimiz. Bu elə bir mətbəxdən qapı qoyulubdur beləsinə çıxmaq üçün qəşəng şəbəkə pəncərəsidir. İndi keçəcəyik burada. Yerimiz istif oldu, mətbəxdə polumuz istif oldu. Burada televizor kabeldir, rozetkasından kimi hər bir şey qoyulubdur. Evimiz təmirdən təzə çıxıbdır. Belə bir koridorumuzdur, qəşəng, geniş. Burada bir dənə yataq otağıdır. Burada ikinci yataq otağıdır. Burada isə bizim oturma otağıdır, değerli izləyicilərimiz. Qonaq otağımız qəşəng genişdir. Pəncərəmiz tamamıyla qəşəng öz həyətinə baxır. Burada televizor şəbəkəsi yığılıbdır, gözəl, səliqəli. Dörd tərəfi də cütdaşla dikilmiş, bünövləsi beton, kəmərli kimi hər bir şey atılıbdır, değerli izləyicilərimiz. Burada bizim saniter və sanitər qovşağıdır, aksesuarları kimi qoyulubdur. Gördüğünüz kimi moydadır da qoyulub. Değerli izləyicilərimiz, evimizin qiyməti 80 bin manata deyilir. Paket qubça, ipoteka yararlıdır. Keçirik evin həyətinin də sizi tanış edəcəm. Qapımız qəşəng bahalı qapıdır. Və çıxdığımızda burada belə bir evimizin yan tərəfinə də keçmək olur. Evin kombisi də var. Kombi də qoyulubdur, gördüğünüz kimi. Təzə kombidir. Həyətimizə də ki, maşın daxil olunur. Padvalın qapısı da qoyulub, değerli izləyicilərimiz. Sizə ön görünüşünü də göstərəcəm. Paket damdır. Digər bölümdən də göstərəcəm. Qapımız tam küçənin üstünə açılır, gördüğünüz kimi. Qəşəng. Çox qəşəng, səliqəli evdir. Küçəmizdəki tamamıyla qəşəng geniş küçədir. Değerli izləyicilərimiz, evimizin qiyməti dediyimiz kimi 80 bin manata deyilir. İnşallah gəldinizdə real alıcı ilə danışıb razılaşma olar. Allah alanda satanda xeyir versin. Sağ olun, var olun.